Deyir, karvan getdi, qızlardan biri düşüb qalıb çöldə. Ayıldı, gördü karvan gedib. Sağa sola neçə yol əmmə səslədi, qaçdı. Deyir, bibisini çağırdı. Səsinə olmadı səs. Öz səsini eşitdi o çöldə. Deyir, cavab olmadı. Səsinə səs verən olmadı. Üzün dolandırdı Şamın yoluna, bibi, heç qardaşın qızı deyiləm. Axı, Mədinədən Kərbəlaya yoldaş olmuşuq. Bəs məni niyə burada qoydun, getdin? Bu qorxulu çöldə. Deyir, qaçdı, yoruldu, kəsildi çarə o yorğun bala, yol üstə oturdu. Üzün dolandırdı Şamın yoluna. Hayandasan Əli, qardaş Əli Əkbəri çağırdı. Hayandasan Əli, istəylin oldu çöllər əsiri. Gəl gör, yaman günə qalmışam. Şair yazır ki, Zəhra behişdə qalanmədi. Gəlib o xırda qızın başını diz üstünə aldı. Nənəsi Zəhra gəldi. Doğrudan da xanım Zəhranın səsi eşidilir. Neçə yerdə onun nalə səsi eşidilir. Şair bunu nəzmə çəkib. Deyir, gəlib o xırda qızın başını diz üstünə aldı. Qızım ağlama, balam ağlama. Deyir, elə sığal çəkir. Deyir ki, məzlum Hüseynim vay, məzlum Hüseynim vay. Rüqəyyə də baxır. Deyir, ilahi, bu xanım kimdir bu qorxulu çöldə? Gəldi, mənim başımı aldı dizinə, məni aram elədi. Qərib atamın adını əzbər eyləyibdi dilində. Elə hey başıma sığal çəkir, deyir, məzlum Hüseynim var. Deyir, üzünü, saçını ayıranda üzünün göyərtisi görsəndi. Gözəl balam, de görüm üzvə kim vurur, danışdırır uşağı. Uşaq baxır, deyir, xanım, biz Peyğəmbər ailəsiyik. Bizi əsir eləyiblər. Soyulmuşam, heç nəyim yoxdur. Yoxsa bu yaxşılığa görə sənə mükafat verərdim. Ya, çox sağ ol, məni bu qorxulu çöldə tək qoymadın. Bunu deyir, xanım Zəhra ağlayır. Deyir, uşaq baxdı, dedi, xanım, mən ağlayıram, atamın başını vurublar nizəyə. Səndən sualım var, sənin ölübdü kimin? Sən niyə yana ağlayırsan? De görüm, sənin kimin ölüb? Deyir, burada Zəhra dilə gəldi, dözənmədi. Cavab verdi, mənə Fatimə deyərlər, əzizim. Mən sənin nənən Fatimiyəm. Gəl qucağıma səni aram eləyim. Gördün ki, bibindən şikayət elədin, bibindən etmə gilayə, qızım, bibindən nə çarə? Bibindən etmə gilayə, qızım, bibindən nə çarə? Deyir, onda uşaq baxdı, dedi, bibi, gedən yollar var, ürəyi yaralı balon qurban olsun. Bu yerdə Zəcr gəlir, Seyid danışdı, qamçını çıxardıb döyə-döyə onu aparır. Deyir, xanım Zeynəbə, deyir, bibi, gəlmişdim olam qafilə-i qəm sorağında. Açdım gözümü bu gecənin qəmli çağında. Gördüm özümü bir xanım övrət qucağında, zülfü ağ idi, məcəri qara, üzü nili, dəymişdi bu biçarəyə də mən kimi sili. Pəhlusinə qoymuşdu əlini qoymuşdu böyrünün üstünə. Pəhlusinə qoymuşdu əlin, əşki nələrdi. Hər ləhzə oğul vay deyib ağlardı, mələrdi, odlu nəfəsindən atamın ətri gələrdi. Bir oxşamadı ilan tanıdım Suzi dilindən, bildim ki, nənəm Fatimədir, öpdüm əlindən. Bir bikəs nənəm, bəxtim mənə yar oldu, fələk qoymadı amma. Bir bikəs nənəm gəldi, mənim dadıma yetdi, Zəcrin səsini aldı, o da bilməm hara getdi. Deyirlər burada ki, bibisindən şikayət elədi, amma Şamda o yaralı baş xərabəyə daxil olanda gəldi, dedi, atacan, Allah bibim Zeynəbdən razı olsun. O qədər mənə qamçı vuranda qolum verib qabağıma, heç xəcalətdən üzünə baxa bilmirəm. Bilirsiniz, xanım Zeynəb xərabədə o uşağı dəfn eləyəndə heç kəs yasa gəlmədi. Kənarda dayanıb əl çaldılar, bayram elədilər.